Heç bir valideyn uşağının qanını verməyə qoymasın. İndi bu dəqiqələrdə məlumat aldım. Xüsusilə Bakı və Sumqayıt zonasında, xüsusilə ola bilər regionlarımızda da olan tələbələrdən qan götürürlər. Qardaş, biz görmüşdük tələbələr gəlib peyvənd eləyərlər, ya peyvəndə çağırarlar tələbələri. Amma tələbələrdən qan götürürlər. Özdə yekə şprislərlə götürürlər. Siz bir düşünün. Bunlar bu qan götürürlərsə, niyə regionların hamısında yox? Bəlli məktəblərdə götürürlər qanı. Yəni ölkənin yarısında götürürlər. Hissə-hissə götürürlər. Səs çıxmasın deyə hissə-hissə götürürlər. Ha, bu qanundursa elan eləsinlər bir bilək. Ay valideynlər, siz nə ağıldan uşaqlarınızın qanını verirsiniz? Bir, o qanda istərsəniz uşaq qorxur. Ondan plazma hazırlayırlar. Yenə də Epstein'in yeni növ bir hissəsidir Epstein'in bu. Niyə balalarınızın qanını verirsiniz? Sizin uşağınızın qanını vuracaqlar kompüterə, bütün orada elementdə. Hansı kralın, hansı dünyanın ən böyük güclərinin, kralın qohumlarının, nə bilim Amerikadan belə dünyanın hər yerində elə sayt var, elə sitələr var. Ora hər adam girə bilmir. Ora girmək belə 100 mindir. Orada sənin uşağının qanı, hansı kralın qanından, orqanından uyğun gələcəksə, sən o uşağını yerin deşiyinə də gizləsən onu tapıb İlham Əliyev uğratdıracaq. Polisə tapıb uğratdıracaq. Məktəbdən çıxanda uğratdıracaq. Məktəbdə uğratdıracaq. Yataqdan uğratdıracaq. Ay bala, sən qanını verirsən uşağının ki, İlham Əliyev o qanın elementlərini qoyur o sitəyə. O sitəyə girmək belə 100 mindir. 50 min, 100 min. Krallar, dünyanın ən zəngin adamları girir ora. Oo, mənim filan uşağın ürəyi mənə düşür. Filan kəsin böyrəyi mənə düşür. Qaraciyəri. Sonra uşağını göyə götürəcəklər. Ay bədbəxt. İki cürə istifadə edirlər. Qandır da. Gör bir məktəbdə nə qədər uşaq var. 100 qramdan hesabla. Gör hara vurub çıxır. Öyle təmiz uşaq qanı. Onun plazması, o bilirsiniz də nəyə lazım. Ondan dərman hazırlayırlar. Bu birincisi. Bilirsiniz də öz qanından götürürlər. Hatta saça vururlar, saç çıxır. Dərman hazırlayıb oynağa vururlar. Dərman hazırlayırlar. Plazmasını zənginlər istifadə edir. Bundan da başqa orqanları kimə düşəcəksə, ha bu qan kimin idi? O Sumqayıtda, filan məktəbdə filan kəsin uşağının qanı. So, bir həftə ərzində uşaq götürülməlidir. Heç cürə qoruyanmazsan da o uşağı. Bədbəh ol, yazıq deyilsən misən? Heç bir valideyn qoymasın uşağının qanını götürməyə. Hətta uşaqlarınıza xəbərdarlıq eləyin. Məktəbdə belə şeylər olarsa qətiyyən qaçın məktəbdən gəlin evə. Birdən gizlin qanları götürərlər. Yadda elə şeylər olmuşdu ha. Azərbaycan məktəbində elə şeylər olmuşdu. Gizlin qan götürmək, gizlin döymək, işgəncə vermək. Valideyninizə deyərsiniz, sizin eləyərəm. Qətiyyən. Bu dəqiqələrdə Sabratda 71 nömrəli məktəbdə mənim ən yaxın adamımın evladı oxuyur orada. 9-cu sinif şagirdləri polis reisinin, bölgənin reisinin tapşırığı ilə 9-cu sinif şagirdi ağ narkotik tabletkalar paylayıb uşaqlara və bunu içməyənin anasını başına söyüş qoyubdu. Ana bacı söyüncü qoyubdu. İçməyənə ağ tabletka, narkotik paylayıbdı. 9-cu sinif şagirdi. 71 nömrəli məktəbdə direktor da bilir, müəllimlər də bilir, bütün məktəb bilir. Ağ tabletka paylayıb narkotik polis reisinin quramasıdır, oyunudur və hamıya da ana bacı söyüncü qoydurubdu. Heç kim, hamı bilir söhbəti, bilir ki reisin işidir bu. O 9-cu sinifin uşaqları, hansı ki polisin balalarıdır, ya polisin tapşırığını yerinə yetirən qohumlarıdır. Heç kim dillənmir. Məktəbə narkotik paylanılıbdır, tabletkalar 71-ə, Zabratda, 71 nömrəli məktəbdə. Direktor belə səsini çıxardanmır. Bəlkə də direktora da tapşırıq verirlər ki, bu devlət proqramıdır, işiniz olmasın. Paylayıblar və ana bacı söyüncü qoydular tabletkanı atmayana.